Həyət evi alanda ilk öncə nəyə fikir vermək lazımdır? Yaxınlığında məktəb olsun, hündür yerdə olsun, dayanacağa yaxın olsun və yaşayış obyektləri evin tam yaxınlığında olsun. Dəyərli izləyicilərimiz, sizlərə elə bir evi təqdim edirəm ki, 4 otaq qiymətinə 6 otaqlı həyət evi və bu bütün xüsusiyyətləri özündə cəmləşdirir. Hündür yerdədir, yolu asfaltdır, məktəbə, marşruta, marketlərə çox yaxın yerdədir. Tikiliş də öz sözünü deyir. Başlanğıcından sonuna kimi qoşa kubiklə inşa edilir, fundamental tikilişə malikdir, mərtəbə arası monolit betondur və ikinci mərtəbənin sonunda kəmər atılıb, yerdən kürsülüdür, çox gözəl bir evdir. Evin daxilində 3 sanuzel var. Həyətyanı sahəsi baxın belədir, 2 sot yarım torpaq sahəsində inşa edilib, kifayət qədər geniş həyətyanı sahəsi var. Yəni, rahat şəkildə 3-4 avtomobil daxil ola bilir. Evin sağ-sol hissəsindən zirzəmiyə girişdir. Gəlin keçək, vaxt itirmədən evimizin daxili hissəsi ilə sizləri tanış edək. Deməli, geniş dəhliz, baxın, otaqlar dəhliz vasitəsilə paylanılır. Koridor çox genişdir, dairəvi pilləkənlar. İlk öncə mən sizə evimizin təqdim edim qonaq otağını. Baxın, belə bir gözəl qonaq otağı var. Evin tikilişinə söz ola bilməz. Televizor üçün tvistend yığılıb, qaz, su, işıq, kanalizasiya var, sənət qubçadır. Bugünkü gündə həyət evinə aid olan bütün xüsusiyyətlər bu evdə cəmləşir. Qiymət də bir daha da qeyd edim ki, 4 otaq qiymətinin 6 otaq 129.000 manata. Endirim də var. Bura evin mətbəxi. Bütün otaqlar genişdir. Yəni, keyfiyyətinə söz ola bilməz. Ustanızı götürün, gəlsin, baxsın. Bura birinci mərtəbədə olan ümumi sanuzel. Alıcı ilə satıcı arasında razılıqdan sonra aksesuarlar quraşdırıla bilər. Hal-hazırdakı qiymət boş vəziyyətdə, yəni qiymətli heç bir aksesuarlar quraşdırılmayacaq, amma yaxşı bir endirim olacaq. Pilləkənin alt hissəsində əlavə olaraq şkaf üçün yeri də var. Baxın, belə bir gözəl, rahat pilləkənları var. Qeyd edim ki, pilləkənlar da monolit, betondur. Evə 4 bir tərəfdə günəş işığı düşür, bütün pəncərələrin qabağı, qarşısı açıqdır, hündür yerdədir. Masazırda 6 saylı məktəbə, Spar marketə, 569 nömrəli marşrutun yoluna çox yaxın bir ərazidə yerləşir. Qiyməti bir daha da qeyd edəcəm, 129.000 manata. Bura evimizin birinci yataq otağı. Qapıyacan yol asfaltdır. Burada ikinci mərtəbədə olan birinci sanuzel. İkinci mərtəbədə olan ikinci yataq otağı. İkinci mərtəbədə olan növbəti yataq otağı. Maşallah olsun, yataq otaqlarından boldur. Və ikinci mərtəbədə olan sonuncu yataq otağı, bu yataq otağının üstünlüyü nədir? Ayrıca sanuzelinin olmağı. Sanuzeli də göstər. Hörmətli izləyicilərimiz, gəlin sizlərə eyvan sahəsində göstərim. Buradan əraziyə baxın ki, görün necə gözəl bir yerdə yerləşir. Baxın, bunu qeyd edim ki, baxın, bura aşağı hissəsi Duz Gölü, Qurtuluş 93-dür. Bu hissədə 6 saylı məktəbdir və bütün yaşayış obyektlərinə çox yaxın yerdədir. Dəyərli izləyicilərimiz, izlədiyiniz üçün sağ olun, salamat qalın, kanalımıza abunə olmağı unutmayın.